Salam. Zəhmət olmasa özünüzü təqdim edin xanım. Leyla Quliyeva. Leyla xanım, siz marketdən alış-veriş edəndə nə qazanırsınız? Ədəbi. ƏDV-dən başqa nəsə qazancınız var? Xeyr, yoxdur, yalnız ədəbi olur. Bəs bilirsinizmi ki, Biplab şirkətindən alış-veriş edərkən ƏDV-dən əlavə olaraq kəşfetlər, bonuslar, bol-bol hədiyyələr qazana bilərsiniz. Xeyr, bilmirdim bunu məlumat. Gəlin gedək, sizi Biplab şirkəti ilə tanış edim. Məmnuniyyətlə gedək. Leyla xanım, bu da sizin hədiyyəniz, günlük aksiyadan olan hədiyyəniz və start attım hədiyyəsi. Xeyirli uğurlu olsun. Bizdən 2 hədiyyə qazandınız. Çox sağ olun, xoş oldu sizi tanımaq. Nə yaxşı ki, sizi tanıdım və bu məhsullardan yararlandım. Nə yaxşı ki, bu şirkətə üzv oldum. Həqiqətən də çox şad oldum.